mənim babamın, o necə deyərlər, qoyun sürüləri olubdu çoxlu, çox imkanlı olublar o vaxtı. Bir nəfər gəlibmiş, sadəcə olaraq görüb ailə qəm içindədir. Deyiblər nə olubdu? Deyibdi ki, bəs mənim qızımın, babam, nənəmin atası, bəs mənim qızımın 8 uşağı olubdu, heç biri qalmadı da, yəni bizim hər şeyimiz var, amma bunun çarəsini biz tapa bilmirik. O vaxtı o bir nəfər kim imişsə, deyibdi ki, o bir gecəni onlarda qonaq qalan kimsə, deyibdi ki, siz bu oğlanın adını İsmail qoyun, İsmail. Və onun ağırlığında sədəqə paylayın. Və mənim babam gildə belə ediblər. Mənim atam körpə olanda tərəzinin bir gözünə atamı qoyublar. Bu mənim rəhmətlik nənəmin danışdıqlarıdır. Bir gözünə o vaxtı qızıl pullar olub. Onu qoyublar və o qədər paylayıblar. Və mənim atam özü ağırlığında sədəqə veriləndən sonra həyatda qalıb.